Salam, hər vaxtınız xeyir. Dövlət İmtahan Mərkəzinin buraxılış jurnalı. Buraxılış jurnalından Azərbaycan dili sualları 11-ci siniflər üçün nəzərdə tutulub model testlərdir. Testlərin ilk 10 test qaydadır, 2 mətin. Hər mətindən isə 10 sual, bildiyimiz kimi 30 sualdır. Test 1 nə istəyir? Eyler Venn diaqramına əsasən uyğunsuzluğu müəyyən edin. Təmizlik, tənbəllik. Təmizlik sözünün tələffüzü olur nə? Təmizlik, xüsusiləşdiririk. Tənbəllik də olur tənbəllik, xüsusiləşdiririk. Düzdürmü? D samitinin bizdən nə istəyir? Uyğunsuzluğu istəyir. D samitinin kar qarşılığı ilə başlayıb, Y samitinin kar qarşılığı ilə bitir. D ilə başlamaqla, D ilə başlayır hər bu da, yəni təmizlik D ilə başladı, xüsusiləşdiriklə bitdi. Y-nın da kar qarşılığı xüsusiləşdirik. Tənbəllikdə də D ilə başladı, xüsusiləşdiriklə bitdi. Deməli, əslində bir doğru fikir. Amma harda olmalıdır? Ortada olmalıdır. Biri 1-dir uyğunsuzluq. Səs uzanması yoxdur, hər ikisində yoxdur. Nə tənbəllikdə, nə də ki təmizlikdə. 1-2-dir. 1-2. Sonra həm açıq, həm qapalı hər ikisində var. Yazıçı tərəflərində 2 fərq var. Təmizlik, bir də tənbəl M-nın M-ya çevrilməsi xüsusiləşdiririk. Eyni cinsli samit qoşalığı var. Əslində 5 harda olmalıydı? Burada olmalıydı. Yox. Yazıçı ilə tərəflərində 2 fərqli məqam var. Bəli, hər ikisində 2 fərqli məqam var. 3-lər, 4-lər doğrudur. Bizdən uyğunsuzluq istəyir. Qarşılığı olan cinsli samitlər işlənib. Burada B-nın cinsli samitdə qarşılığı var. Burada Z-dır, D-dır. Cinsli qarşılığı var. Deməli, 5 də harda olmalıydı? Ortada olmalıydı. 1, 2, 5 nədir? Yanlışdır. 1, 2, 5 E variantı. Eyni cinsli samit qoşalıqlardır. Altından xətt çəkmiş ifadənin məzmununu saxlamaqla hansı frazeoloji birləşmə ilə əvəz etmək olar? Sürücülər bir qədər yatıb dincələndən sonra sükan arxasına keçib yoluna davam etdi. Yatıb dincəlmək nə idi? Gözünün acısını alandan sonra. Nümunənin birində zərf işlənməmişdir. Dünən zərfdir, indi zərfdir, sonra qoşa atsaq zərfdir, yenə zərfdir. Deməli, çıx yaşıl düzə, qonaq gəl bizə, gözüm yoldadır, xoş xəyaldadır. Burada nə yoxdur? Zərf yoxdur. Sonra digər testlərə baxırıq. Digər testlər nə istəyir bizdən? Deyir ki, dəqiqə, nümunəyə əsasən, cümlələrə əsasən cədvəldə uyğun fikirləri müəyyən edin. Dost evinin soğanı düşmən evinin pulovundan yaxşıdır. Dost tövləsi düşmən evindən yaxşıdır. Doğrunu 3 bucaqdan, yanlışı yumrudan götürür. Qeyri-müəyyənlik bildirən halda olan söz mənsubiyyət şeirlisidir. Qeyri-müəyyənlik halda olan dost sözünün mənsubiyyət yoxdur. Bu yanlışdır. Bizdən isə uyğunu istəyir. Hal şeirlisi qəbul etmiş sözlər həm də mənsubiyyət şeirlisi qəbul etmişdir. Ev sözü, evi mənsubiyyət nədir? Yiyəlidir. Düşmən yenə ev, i mənsubiyyət yiyəlik. Deməli, hal şeirlisi qəbul edib həm də nə var? Mənsubiyyət var, doğrudur. Tərkibində adlıq halda olan isim yoxdur. Məsələn, evinin soğanı sözü. Dost evinin soğanı. Adlıq hal vardır. Burada isə yanlışlar götürəcək ikinci cümlədən. Tərkibində isimin 3 halında olan söz var. Dost, qeyri-müəyyən, tövləsi adlıq, düşmən, yiyəlik, evindən nə? Çıxışlıq. Əslində 3 müxtəlif hal var. Doğrudur, amma yanlışın altında verib götürməyəcək. Yalnız çıxış halda olan isimdə bitişdirici samitdən istifadə olunub. Burada damdəndir. Bitişdirici samitdən istifadə olunub. Evindən sözündə evindən. Burada n-dır. Bir də nədir? Tövləsi. Bu yanlışdır. Adlıq halda olan isim cümlədə yiyəlik hallı isimin antonimidir. Adlıq halda olan isim tövlə, dost, düşməndir. Dost da antonimdir. Adlıq halda olan isim deyil də, bu yiyəlik haldadır. Ona görə cavab nə qalırdı? Deməli, cavab qalırdı 2, sonra 5, 6, 2, 5, 6 E variantı. Nümunədə tün qara hərflə verilmiş sözlər hansı sözlər işləndiyi cümlədəki 2 müxtəlif nəticəsi kimi təhlil edilə bilər. Dəftərçədən başqa qonaqların adı silinmişdir.
Başqa sözü burada ya moda deməli qoşma olar ya da ki sifət olar. Amma burada sırf sifətdir. Yəni qoşma kimi işlədə bilmərəm mən bunu. Sonra hamıdan əvvəl Gülzar sözə başladı. Nə vaxt, nə zaman hamıdan. Hamıdan əvvəl burada qoşma kimi düşünə bilərik. İkinci hissəsi kimi düşünə bilmərik. Axşama kimi gözlədiyini demədi. Axşama kimi gözlədiyini demədi. Bunu götürə bilərik. Deməli əvəzlik kimi. Bir də axşama kimi gözlədiyini, axşama qədər, axşama kimi, qoşma kimi. Biri 3-dür. Səndən özgə yox pənahım, səndən başqa yox pənahım. Burada qoşmadır. Məruzə edənlərdən sonra məlumat verəcəyəm. Nə vaxt, nə zaman məruzə edənlərdən sonra. Bunu bir yerdə qoşma götürə bilərik. Yəni qoşulduğu sözlə. Məruzə etmək feilində bir də qoşma feil sifətlə işlənən qoşma kimi. Bir də necə düşünə bilərik? Nə vaxt cavab verəcəm, məruzə edənlər, nə vaxt məlumat verəcəm, sonra. Nə edəcəm? Məlumat verəcəm, nə vaxt sonra, kimdən sonra məruzə edənlərdən. Bunu belə düşünə bilərik. Qoşma kimi də zərf kimi də. 3 ilə 5 doğru cavab A variantı. Əlavəli üz mübtədədir, əlavəli üz cümlə üzvü deyil. Ora azad olunmuş yerlərə gedəndə azad həmişə qəribə hisslər, azadı həmişə qəribə hisslər bürüyürdü. Nə edirdi? Bürüyürdü. Nə bürüyürdü? Hisslər. Kimi? Azadı. Necə hisslər? Qəribə. Nə vaxt, nə zaman? Həmişə. Azad nə vaxt, nə zaman? Ora azad olunmuş yerlər gedəndə. Oranın əlavəsi yerlərdir. Yerlər də nədən asılıdır? Feili bağlamadan asılıdır. Feil bağlamanın aslı tərəfinin əlavəsi var. Mübtədənin əlavəsi yoxdur. Bura həyatın qaranlıq tərəfi onun diqqətini cəlb etmişdi. Nə etmişdi? Cəlb etmişdi bir yerdə. Nə bura, nə həyatın tərəfi. Deməli 2 var. Sabir gənc şair şeir oxuyanda, Sabir deyəndə kimi nəzərdə tutur? Şairi. Şair nədən asılıdır? Oxuyandan. Nə edirdi? Qulaq asırdılar. Kim? Dinləyicilər. Nə vaxt, nə zaman? Sabir gənc şair şeir oxuyanda. Feili bağlamanın aslı tərəfinin əlavəsi var. Yoxdur burada. Əlavəli 3 cümlə üzvü deyil. Bakı, gəncliyimin şəhəri, səni unutmaq olarmı? Bakı, gəncliyimin şəhəri, səni unutmaq olarmı? Xitabın əlavəsi var. Elə olanda 2-4 varmı? 2-4 başqa şey yoxdur. D variantı. Həmin güşə, məktəbin ən gözəl yeri. Hara? Güşə. Hara? Məktəbin yeri. Mübtədənin əlavəsi var. Azad Ümbətovun fotoları ilə bənzədilmişdir. Burada yox. Sonra indi sakitcə aşağı çaya tərəf gedirdi. İndi nə edirdi? Gedirdi. Deməli, haraya? Aşağıya, haraya? Çaya tərəf. Burada da zərfliyin əlavəsi var. 2-4D variantı. 2 qrammatik əsas var. Tərəflərdən biri digərindən asılıdır. Tərəflərdən biri qeyri-müəyyən şəxsi cümlədir. Biz əslində baxırıq, onlar məlumatları sabah göndərəcəklər. Sonra burada qeyri-müəyyən şəxsi cümlə yoxdur. Xəstə olmasına baxmayaraq komandasını tək qoymuşdu. Bizdən ikisini istəyir. Baxmayaraq varsa, baxmayaraq ümumiyyətlə mürəkkəb cümlə olmur. Elə qapıya çatmışdım ki, deməli, qapıya çatmışdım ki, məni səslədilər. Qeyri-müəyyən şəxsi cümlə var. 2 qrammatik əsas var. Sonra tərəflərdən biri digərindən bu üçünü ödəyir. Götürmək olmaz. Başım ağrıdı, heç kəsə demədim. Deməli, ağrıdı başım, demədim mən. 2 qrammatik var. Tərəflərdən biri digərindən asılıdır. Bu artıq yəni bununla bunu ödəmədi. Biri digərindən asılı deyil, tabesizdir. Sonra qeyri-müəyyən şəxsi cümlə yoxdur. Yalnız birinci qaydanı ödədi. Avtobus kəndə çatanda onları mehribanlıqla qarşıladılar. Nə etdi? Avtobus kəndə çatdı. Nə etdi? Çatdı. Nə avtobus? Nə etdi? Qarşıladılar. Deməli, 2 qrammatik əsas var. Kimi? Onları necə? Mehribanlıqla. Var. Sonra tərəflərdən biri digərindən asılıdır. Tərəflərdən biri digərindən asılı deyil, tabesizdir. Artıq bunu ödəmədi bu. Sonra tərəflərdən biri qeyri-müəyyən şəxsidir. Bəli, onlar qarşıladılar. İkisini ödəyən hansı idi? Yəni birinci ilə üçüncüsünü ödədi. E variantı. Məqsəd zərfliyi. Ziya adamların rahat həyatını təmin etmək üçün çalışırdı. Məqsəd zərfliyinin işləndiyi nümunə istəyir. Nə edirdi? Çalışırdı. Kim çalışırdı? Ziya. Niyə, nə məqsədlə, nədən ötürü adamların rahatlığını təmin etmək üçün? Elə burada nə vardı?
Çəkə də bilmədim işarəni A variantı. Tənəffüsdə işlədiyimiz qədər zarar, istədiyimiz qədər yox. Şor yeməkdən çöpə dönmüşdü. Nə etmişdi? Çöpə dönmüşdü. Niyə? Nə səbəbə? Şor yeməkdən. Hə, Maya bacı, nənəm bunun dəcəlliyini görüb acıqlandı. Burada məqsəd yoxdur. Yollara baxmaqdan gözlərim axdı. Nə etdi? Axdı nə gözlərim? Niyə? Nə səbəbə yollara baxmaqdan səbəb? Düzgün sintaktik təhlil. Təhlil edəyin. Deməli, nə istəyir? Xəlil çiynini maşına söykədi. Nə etdi? Söykədi. Kim söykədi? Xəlil. Düzdür. Mübtada nəyi çiynini? Nəyə? Maşına. Nə etdi? Güldürdü. Deməli, necə güldürdü? Başını bulayıb. Mübtada tamamlıq, xəbər, zərfli, sonra nə idi? Xəbər, E variantı. Sonra nə istəyir? Yalnız qrammatik normanın pozulduğu nümunəni müəyyən edin. Oxucular kitabın yeni nüsxə verib, nə olmalıdır? Nüsxə olmalıydı. Bu yanlışdır. Siz bizim üçün çox qiymətlisiniz. Bu siz verib, xeyr. Şagirdlərdən üçü yaxınlıqdakı şirkətə getmişdilər. Yaxınlıqdır, burada da x-la verib. Onun sayəsində bir çox problem yox, problemlər. Onun sayəsində bir çox problemlər. Qeyri-müəyyən miqdar sayı bir sıra, bir çoxdan sonra gələn isim təkdə olarsa, hansı norma pozulur? D variantı. Mavi lent müdür qalibin yaxasına qoydu, yox. Yaxasına nə elədi? Taxtı olar. Burada da leksik normada pozulub. Ona görə deməli, yalnız qrammatik olan D variantı idi. Sonra keçək nəyə? Mətnlərə. Mətndə nə istəyir bizdən? Gümüş kəmər mətnidir. Rahatlıqla görsənir. Test 11-də nə istəyir? Cədvələ əsasən mətnin məzmununa aid doğru fikri, doğru, yanlış, ehtimal. Hər zaman bu tipli testlər buraxılışda düşür. Kəmərin qiyməti mismarla cızıldığına görə ucuz idi. Mətndə belə bir şey yox idi. Uşağın kəmərə cızdığı ad muzeydəki hadisə zamanı əsl sübut idi. Bu hissədə olmalıdır, var diyor. O uşaq deyil, saqqal burada vardı. Yazıldığı göstərdi. Sonra erməni ustanın adının yazıldığı yeri göstərdi. Baxın içinə adımı da yazmışam. Oğlan deyir. Deməli, bu var idi. İkini götürə bilərik. Kəmərin satdığı ilə ekskursiya baş tutduğu ilə eyni idi, xeyr. 2-3 il sonra, bu, yəni ikinci abzatda satıldığı bilinir. Üçüncü abzatda isə 2-3 il sonra deyir ki, dolanışımız yaxınlaşdı, illər ötdü, keçdi. Yəni, eyni idi fikri, fərqli idi fikri doğrudur, amma yanlışın altında verib götürə bilmərik. Muzeydə yalnız kəmərlər nümayiş etdirilirdi, xeyr. Bax, burada deyir axı, kəməri nümayiş etdirilən bölməni bağlayıb, deməli, digər bölmələr də var idi. Bu yanlışın altında olduğu üçün götürə bilərik bunu. Muzeydə yalnız kəmər nümayiş etdirilirdi. 2-4, kəməri alan erməni muzey ilə əməkdaşlıq edirdi. Bu ehtimal ola bilər. Orada var idi o adam. Hər iki ad kəmərin üzərinə eyni məqsədlə yazılmışdı. Bu da yanlış fikir idi. Yəni, ehtimal ola bilməzdi. 2-4-5 doğru cavab nə idi? D variantı. Mətn tərkib hissələri ilə bağlı yanlış fikri müəyyən edin. Giriş hissəsində mətndəki əsas problem haqqında məlumat əldə etmək mümkündür. Mətndə girişdə kəmərdən danışır. Problem isə kəmərin o, belə deyək də, erməni muzeyinə İrəvandakı muzeyə aparılması idi. Bu yanlış idi. Sonra, tün qara hərflə verilmiş cümlədə hadisəni, mətndəki problemin səbəbinin açılmasına istiqamət verir bu. Bir də baxdım ki, atamdan kəməri alan saqqallı erməni başımıza toplaşanlar arasındadır. Bu ola bilər. Deməli, ola bilərsə, biz nə edəcəyik? Bizdən nə istəyir? Yanlışı istəyir. Yanlışı istəyirsə elə biri 1-dir, 2 doğrudur. Hadisələrin ardıcıllığını bərpa etmək üçün 3-cü abzasla 2-ci abzasın yeri dəyişməlidir, xeyr. 3-cü abzas budur, 2-ci abzas budur. 2-də ki, onların, belə deyək də, vəziyyətlərin 3-də düzəlməyidir, 2-də isə pis olmasından danışırdı. Ehtiyac yoxdur da. Deməli, 3-ü də yanlışdır. Nəticə isə də reallaşa bilməyən işin gələcəkdə burada deyir axı. İnanıram ki, günlərin birində babalarımız bu var idi. Deməli, bu da doğrudur. Nəticə isə mətnin məzmununa uyğun olmayan yanlışdır. Yanlış olan əslində xətt çəksək.
1-dir, 3-dür, 5-dir. Doğru cavab nədir? C variantı. 2 ilə 4 deməli nə idi? Doğru idi. Uşaq ekskursiyaya getdi. Adı siyahıya salındı. Xeyr. Uyğun fikirlər istəyir bizdən. Kəmər muzeydə tapıldı. Deməli doğrudur. Valideynlər əsəbləşdi. Xeyr. Ailənin dolanışığı düzəldi. Xeyr. Naqis əməlin üstü açıldı. 2-5 D variantı. Mətndən belə nəticə çıxarmaq olmaz. Uşağın valideynləri kəmərin tarixi barədə məlumatları var idi. Doğrudur. Burada deyirik, ulu babalardan qalıb. Nəslimizin uşaqları hamısı o kəməri belinə bağlayıb, evdə oynaya-oynaya böyümüşdü. Uşağın atası da nə vaxtsa kəməri taxmışdı, doğrudur. Kəndin yerli cəmaatı bu qalsın. Uşağın iddiaları muzey heyətində böyük narahatlıq yaratdı. Uşaq orada belə deyək də, böyük bir, bax burada deyir, əsəbi yazmış, deməli, bələdçi inad etdi. Sonra erməni ustanın adının yazıldığı yeri göstərdi. Mən də kəmərin adımı yazdığım hissəni ona göstərdim. Yəni burada bu var idi. Ailə kəməri muzeydə geri almaq üçün çalışmışdı. Burada deyir. Deməli, günahkarların cəzalarını almalarına və kəməri muzeydən geri almağa nail ola bilmədi. Bu var idi. Cavab nə qalırdı? C variantı. Sonra digərlərinə baxağın. 15-ci testdə. 15-də deməli nə istəyirdi? İki yerdə burada söz var idi. Biri bağlayıbı idi, bu bağlayıbı idi. Deməli, bölməni bağlamaq, düzdürmü? Bölməni bağlamaq. Bölməni bağlamaq idi biri. Yəni kapatmaq. Bu mənada. Bir də ki, belinə bağlamaq. Belinə bağlamaq, bir belinə bağlamaq, iki bölməni bağlamaq. İndi baxağın ona uyğun. Nə var burada? Belinə bağlamaq, qapamaq, qıfıllamaq. Bu gedəcək. Deməli, yazaq 1, 2. Qapamaq, qıfıllamaq, bölməni bağlamaqdır. A-dır. Xəncəri belinə bağlamaq B-dir. Sonra dükanı bağlamaq ifadəsi ilə eynidir. Bağlamaq, qapamaq mənasında eynidir. 1-ə B deməli, daha doğrusu 2-yə C gedəcəkdi. Bölməni bağlamaqla dükanı bağlamağa. İndi onlar talelə bu heç birinə getmir. Taxmaq mənasındadır. Xəncəri, kəməri belinə bağladı, belinə taxdı. Burada gedəcək 1-ə BE, 2-yə AC. BE, AC hansına gedirdi? C variantına. Əvvəlinə işarə qoyulmuş sözlər. İşarə qoyulmuş sözlərimiz bunlar idi. Deməli, hansılar idi onlar? Sözlərimiz bu idi. Biri bələdçi olmalıdır. Bu hissə, bax, bələdçi. Biri də ki, ekskursiya. Üsbucaq, bələdçi. Bələdçi nəyə? Yol göstərən, sonra, yəni hər hansı birindən adamı tanış edən bələdçi idi. Ekskursiya nədir? Səyahət. Hər hansı bir yerə səfər etmə, səyahət ekskursiyadır. Altından xətt çəkilmiş cümlə mətn üslubu çərçivə xüsusiyyətlərinə uyğun eləyin, zənginləşdirib yazın. Bələdçi inad etdi. Bu cümlədir. İnad etməyi nə yaza bilərik? Deməli, yaza bilərik ki, nə yaza bilərik? Bura yazaq. İnad etdi. 2 ayağın bir başmağa dirədi. 2 ayağın bir başmağa dirədi. Sonra Hikmətli məsələnin mətnin hansı tərkib hissəsinin məzmuna uyğun olduğunu qeydini və fikrinizi əsaslandırın. Doğruluq baş üstündə tutulmayınca oğru tutulmaz. Bura yaza bilərik nəticə hissə. Nəticə hissədə də onlar o kəmərin onlara aid olduğunu sübut etmək üçün cəhdlər etdi. Düzdür, bu öz effektin vermədi, yəni nəticəsi olmadı. Amma mətnin son hissəsində deyilir ki, gələcəkdə bu kəməri Azərbaycanlılara aid olduğu muzeyə gedən hər bir Azərbaycanlı biləcəkdir. Bu həmin fikri ümumiləşdirib yazmaq olar bura. Əvvəllər ərəb rəqəmi yazılmış cümlə məzmununa uyğun olmayan ifadələr işlənmişdir. Hansı ifadə uyğun nümunə ilə əvəz edərək cümləni yazın? Həmin ifadəni. Deməli, əvvəllər rəqəm yazılmış cümlə burada hansı idi? Baxaq görək. Deməli, bu olmalı idi.
Valideynlər deyirlər ki, ulu babalarından qalıb. 1-də bir şey yoxdur. Bu 3 olmalıdır. 3-də nə deyir? Bir gün kəmərlə bağlı aldığı tapşırığı atama xatırlatdım. Hə, kəmərlə bağlı aldığı tapşırığı atama xatırlatdım. Buna nə yaza bilərik ki? Həmin cümləni yazırıq bura. Uyğun olmayan yazdıq 3-cü cümləni. Düzdürmü? 3-ü yazdıqsa, düzdür. 3-ü yazdıqsa bura. 3-ü yazdıqsa bura. Hansı idi bura? Deməli, həmin sözü atama bir dəqiqə cümləni yadıma salım. Cümlədə nə istəyirdi? Deyir ki, bir gün kəmərlə bağlı aldığı tapşırığı atama xatırlatdım. Onu yazır. Bir gün bura yazırıq. Bir gün kəmərlə bağlı verdiyi sözü. Sözü xatırlatdım. Sözü nə elədim? Xatırlatdım. Sonra eksponata çevrilən gümüş kəmər bu gecə hansı hissə? Əsas hissə. Sonra nəticə hissə nədir? Nikbinlik. Deyəcəm. Nikbinlik. Gələcəyə ümid. Qutar getdi. Deməli, bu da nə oldu bizim? 20-ci sualımız bədii mətnimizin sualların izahı. Sonra isə nəyə keçəyin? Pirana balıqları. Bir hissəsi buradadır. Görsənir, rahatlıqla oxunur. Digər hissəsi isə növbəti səhifədədir. Burada nə istəyir bizdən? Deməli, oxunur, davamı var. Piranalar əsasən həyatları üçün təhlükəli vəziyyət yarandıqda aqressiv davranırlar. Mətndə bu fikir var idi ki, onlar həyatları üçün əvvəlində belə deyək də, əsas hissədə var. Piranalar yaşadığı okean söhbət deyildi, çay idi. Onlar Cənubi Amerikanın bir neçə çay adı çəkilirdi. 20-30 santimetr olan piranalar daha çox tədqiq edilmişdi. 20-30 santimetr deyildi, 40 santimetr olanlar idi. Onlar daha çox yayılmışdı və daha çox tədqiq edilmişdi. Deməli, doğrudan doğru uyğun fikri istəyirsən, yanlışdan da yanlışı götürəcəyik. 1, 3, A variantı. Sürü şəklində bu əslində doğru fikirdir. Üzmələri onları ov zamanı kömək edir, doğrudur. 1, 3, doğru cavab A variantı. Çərçivə daxilində verilmiş söz. Bu balıqlar ekosistem üçündə mühüm əhəmiyyət daşıyır. Ekoloji tarazlığın qorunmasında əvəzsiz rol oynayırlar. Tarazlıq sözü bizi caydıra bilər. Amma burada nə var idi? Doğru cavab ətraf mühitin öz keyfiyyətlərini bərpa etmək bacarıqların nəticəsindəki nisbi nədir? Sabitliyidir. D variantı ən doğru cavabdır burada. Sonra mətnin plan bəndlərinin ardıcıllığını müəyyən edin. Biz baxırıq piranaların ekosistemdə rolu, yırtıcı canavar obrazında təqdim olunan balıqlar, piranaların ov davranışı, coğrafi yayılma, Amerikalı bioloqların araşdırmalarının nəticələri. İndi baxırıq ki, deməli, yırtıcı canavar obrazının təqdim olunan balıqlar, 2 olmaz burada. Coğrafi yayılma, lap əvvəl. 4 ilə başlayanda avtomatik silirik bunları. 4, 2, 5, yırtıcı canavar obrazında təqdim olunan balıqlar. 5, Amerika bioloqunun araşdırmalarının nəticələri var idi. 1, 3 yoxsa 3, 1. Deməli, piranaların ov davranışı var. Sürü şəklində. Burada verib, sürü şəklində üzmələr. Əvvəl budur, sonra isə ekosistemdə rolu ən axırıncı, yəni əsas hissənin axırıncı abzasında vardı bu. 4, 2, 5, 1, 3, 1. Doğru cavab E variantı. Hansı ifadələr nöqtəyin yerinə əlavə edilsə, mətnin məzmununa xələl gələr. Buna baxmayaraq, ictimaiyyət arasında onlara qarşı formalaşmış qorxaq hissi, deməli, qalmaqdadır, doğrudur. Günümüzdə də rast gəlinir, doğrudur. İndiyə qədər mövcuddur, doğrudur.
Bu gün də davam edir. Qoya bilərik, əvəz edə bilərik bunu. Öz qüvvəsini itirmişdi, yanlışdır. Sonra cədvəldəki uyğunsuzluğu istəyir bizdən. Səbəb və nəticə. Piranalar ölmüş canlılarla qidalanırlar. Çay suları bioloji tullantılardan nə eləyirlər? Təmizləyirlər. Bax bu daha. İtirilmiş canlılar tullantıları parçalayaraq təmizləyici funksiyanı yerinə yetirirlər. Bu doğrudur. Sonra nəticə. Səbəb və nəticəsi doğrudur. Suyun səviyyəsi azalır, qida qıtlığı yaranır. Piranaların aqressivliyi mətndə vardır, nümayiş etdirilir. Bu da mətndə öz əksini tapıb. Kütləvi informasiya vasitələri və filmlər piranaları təhlükəli varlıq kimi təqdim edir. İnsanlar yanlış təsəvvür yaranır var idi. Bu balıqlar dəstə halında üzür. Ov zamanı fəaliyyəti daha effektiv tənzimlənir. Doğrudur. Pirana balıqları üzərində müşahidələr aparılır. Bu səbəb var, amma bu bunun nəticəsi deyil. Onlar yalnız aqressivləşdiyi zamanı zəif canlılarla qidalana bildiyi aşkarlanır. Bu fikir var, amma balıqlar üzərində müşahidə aparılmaz səbəbin nəticəsi deyil. Ona görə yanlış cavab nə idi burada? D variantı. Mətndə tün hərflə verilmiş cümlədə düzgün işlədilməyən sözü müəyyən edib, uyğun nümunələrlə əvəz etməklə yenidən yazın. Deməli, bundan ötürü tün hərflə verilmiş söz hansı idi burada? Maraqlıdır ki, bu dişlər mütəşəkkil olaraq tökülür, yerinə yenilər yetişir. Mütəmadi olaraq, mütəşəkkil olaraq tökülür. İndi biz bura nə yazacağıq? Həmin cümləni yazırıq. Cümləni yazandan sonra isə mütəşəkkil olaraq tökülür yox. Nə yazırıq? Mütəmadi olaraq tökülür. Deməli, mütəşəkkili əvəz edəcək nə ilə? Mütəmadi ilə. Sən haradan çıxdın bura? Mütəşəkkili olacaq nə? Mütəmadi. Yetişir yox, çıxır. Cümləni yazırıq və yaxud əmələ gəlir. Əmələ gəlir. Belə. Bu da belə getdi. 26. Sonra 27-də nə istəyir bizdən? 27 ilə bunu burada baxalım. Deməli, 27-də deyir ki, əsas mətn çərçivədəki mətnə aid olduğu üslubu səciyyəvi xüsusiyyətlər əsasında müqayisə cədvəlini tamamlayan fikri yazın. Əsas mətnə nə yazırıq? Aydındır, anlaşılır. Yazırıq publistik mətndir, dili aydındır, anlaşılıdır, xalq dilinə yaxındır. Sonra nə yazmaq olar ki? Radio dildir, televiziya dildir. Çərçivədəki mətn elmi üslubdur, deməli, dəqiqdir, konkretdir, ardıcıldır. Bu fikirləri yazırıq. Hər ikisinə nə yazırıq? Funksional üslubdur, ədəbi dil normalarına tabedir, ictimai təfəkkürün müxtəlif sahələrini əks etdirir. Yəni, bunları yazmaq olar. Ekosistemdəki pozuntular təbiətdə özünü tənzimləmə prinsipi ilə yenidən təbii nizam yönəldir cümləsi mətnin məzmunu əlaqələndirib yazın. Bunu da yazan zaman, bax, burada ekosistemdən danışır da. Bu balıqlar ekosistem üçün mühüm əhəmiyyət daşıyır, ekoloji tarixçinin qorunmasında əvəzsiz rol oynayır. Bu abzasda olan fikirləri ümumiləşdirib oraya yazmaq olar. Sonra altından xətt çəkilmiş sözlərin üslubu funksiyası baxımından cədvəli tamamlayan fikirlər yazın. Altından xətt çəkilmiş sözlərimiz 2 dənə idi. Biri bu yaralı idi. Əsasən yaralı və ölmüş heyvanlarla qidalanır. Həqiqi məna. Biri də bu neçənci? Biri bu idi. Biri də ki, sümük və əti asanlıqla parçalamaq. Hər ikisi nədir? Hər ikisi həqiqidir. Deməli, hər ikisinə nəyi yazacağıq bura? Həqiqini yazacağıq. Funksiyası, düzdürmü? Yazacağıq nə? İnformativ. Məsələn, deyək ki, biri Əli, indi bunu onun ürəyini yaraladı. Sonra parçalanmaq sözü. Məsələn, bu münasibətdə ürəyi parçalanmışdı. Ürəyi nə eləmişdi? Parçalanmışdı.
getdi. Pianoları, daha doğrusu piranaların ekosistemdə böyük rolu, faktlar olaraq da nə yazmaq olar bunu? Bax bu daha. Burada olmalıydı dediyimiz kimi. Görək. Deməli nə eləyirlər onlar? Piranalar həm də burada bax həmin o sistemi, deməli çay sisteminin zəncirinə sabitliyini qoruyurlar. Sonra bakteriyaların yayılmasının qarşısını alır, hövzələrin sağlamlığını təmin edir, bakteriyaların yayılmasının qarşısını alır. O hissədəki faktlar yazırıq bura. Deməli bu 2 hissəyə 2 dənə. Bununla da balımızı alırıq. Belə. Sualların izahı bu qədər. Növbəti videolarda görüşənədək.